Küçelere su serpmişem, küçelere su serpmişem, yar gelende toz olmasın. Aprelin 15-də görkəmli oftalmoloq alim akademik Zərifə Əliyevanın vəfatından 40 il ötür. Naxçıvanın Şaxtaxtı kəndində dünyaya göz açmış akademik Zərifə Əliyevanın tədqiqatları, alim kimi qazandığı böyük uğurlar Azərbaycan tibb elminin tarixində xüsusi mərhələ təşkil edir. O, Azərbaycan Tibb İnstitutunu bitirəndən sonra təhsilini Moskvada, həkimləri təkmilləşdirmə institutunda davam etdirib. Əmək fəaliyyətinə 1949-cu ildə Azərbaycan Elmi Tədqiqat Həkimləri Təkmilləşdirmə İnstitutunda elmi işçi kimi başlayıb və bütün ömrünü tibbin oftalmologiya sahəsinə həsr edib. Zərifə Əliyeva 1985-ci il aprel ayının 15-də Moskva şəhərində vəfat edib. Onun cənazəsi 1994-cü ildə Moskvanın Novodeviçi qəbirstanlığından Bakıya gətirilərək Fəxri Xiyabanda atası Əziz Əliyevin məzarı yanında dəfn olunub.